Biz adətən dünyanı xəritələr üzərindən tanıyırıq. Ölkələr, şəhərlər, sərhədlər var. Amma çox az adam bilir ki, yer üzərində elə şəhərlər mövcuddur ki, onlar rəsmi xəritələrdə göstərilmir. Nə məktəb atlaslarında, nə rəsmi sənədlərdə, nə də gündəlik xəbərlərdə. Bu şəhərlərin bəziləri yerin altındadır, bəziləri tərk olunub, bəziləri isə hələ də yaşayır, amma rəsmi olaraq mövcud sayılmır. Bu gün danışacağımız yerlər nə əfsanədir, nə də uydurma. Bunlar realdır. Sadəcə az bilinən reallıqlardır. İlk olaraq Türkiyəyə gedirik, Kapadokya bölgəsinə. Burada yerin təxminən 80-85 metr altında tam bir şəhər yerləşir. Onun adı Dərinkuyudur. Bu yer sadəcə mağara deyil, bu planlı şəkildə inşa edilmiş bir şəhərdir. Dərinkuyu 8 mərtəbədən ibarətdir və bu mərtəbələr təkcə gizlənmək üçün yox, uzun müddətdə yaşamaq üçün nəzərdə tutulub. Şəhərin içərisində ərzaq anbarları, içməli su quyuları, məktəb otaqları, ibadət yerləri, heyvanların saxlanılması üçün xüsusi bölmələr var. Yəni bu yerə girən insanlar günlərlə yox, aylarla, hətta illərlə yerin altında yaşaya bilirlər. Ən maraqlı detal isə ventilyasiya sistemidir. Dərinkuyuda 50-dən çox hava şaxtası mövcuddur və bu şaxtalar sayəsində ən alt mərtəbələrə belə təmiz hava çatdırılır. Giriş isə iri dairəvi daş qapılarla bağlanılır. Bu daşlar o qədər ağır idi ki, kənardan gələn biri üçün şəhərə daxil olmaq demək olar ki, imkansız idi. Bu gün Dərinkuyu turistlər üçün açıqdır. Amma hələ də bir sual açıq olaraq qalır. 1000 il əvvəl insanlar bu qədər mürəkkəb və ağıllı bir şəhəri necə bu səviyyədə planlaşdıra bilmişdi? İndi isə tamam fərqli bir mövzuya keçək. Dünyada elə yaşayış məntəqələri var ki, orada insanlar yaşayır, amma rəsmi olaraq o yerlər mövcud sayılmır. Bu cür yerlər dövlət statistikasına daxil edilmir. Rəsmi ünvan sistemi yoxdur. Xəritələrdə bəzən boş sahə kimi göstərilir. Amma reallıqda evlər, yollar və məktəblər var. Minlərlə insanlar orada yaşayır. Bu tip yaşayış məntəqələri adətən dövlət nəzarətindən kənarda formalaşıb. Bəziləri illər əvvəl müvəqqəti olaraq yaranıb, amma zamanla daimi yaşayış yerinə çevrilib. Ən maraqlısı isə budur. Bu yerlərin bir hissəsi fake görüntülərdən görünür, amma rəsmi sənədlərdə adı yoxdur. Texniki olaraq bu yerlər yoxdur, amma orada doğulan uşaqlar var, orada böyüyən ailələr var, orada qurulan real həyat var. Bu paradoks dünyanın bir çox bölgələrində mövcuddur. Sadəcə çox danışılmır. İndi isə başqa bir səssiz reallığa baxaq. Dünyada elə şəhərlər var ki, illər əvvəl tərk edilib, amma olduğu kimi qalıb. Bu şəhərlərə daxil olanda masanın üstündə stəkanlar qalır. Divardakı saatlar eyni vaxtda dayanır. Uşaq otaqları, oyuncaqlar qalır. Sanki insanlar bir anda içindən çıxıb gedib. Bu şəhərlər adətən təbii fəlakət, təhlükəli şərait və ya qəfil köç səbəbindən boşalmışdı. Amma qəribə olan budur ki, bəzilərinin evləri dağılmayıb, əşyaları götürülməyib, zaman sadəcə dayanıb. Bu tip yerlər insana qəribə hiss verir, çünki həyatın izləri var, amma həyatın özü yoxdur. Bu şəhərlər xəritələrdə adla qeyd olunsa da, real həyat baxımından artıq mövcud deyil. Bəzi şəhərlər isə nə tərk olunub, nə də tam açıqdır. Bu yerlərə turistlər buraxılmır. Foto və video çəkmək qadağandır. Giriş yalnız icazə ilə mümkündür, amma fake görüntülərində binalar görünür, yollar seçilir, parklar və meydanlar aydın görünür. Yəni burada şəhər var, amma ora baxmaq belə hamı üçün mümkün deyil. Bu cür yerlərin ətrafında həmişə suallar yaranır. Əgər boşdursa, niyə qorunur? Əgər yaşayış yoxdursa, niyə giriş qadağandır? Cavablar çox vaxt açıq verilmir. Amma bir şey dəqiqdir. Bu şəhərlər görünməyən dünyanın bir hissəsidir. Biz adətən düşünürük ki, bilmədiyimiz şeylər mövcud deyil. Amma dünya yalnız bizə göstərilən yerlərdən ibarət deyil. Xəritələrdə olmayan şəhərlər, yerin altında qurulmuş həyat, tərk edilmiş amma izləri qalan məkanlar bizə bir şeyi xatırladır. Reallıq çox vaxt göründüyündən daha genişdir və bəlkə də dünyanın ən maraqlı yerləri heç vaxt ön plana çıxmayanlardır.